Salam, davam edirik. Molekulyar kinetik nəzəriyyənin əsas müddəaları bölməsi, test C variantı. Birinci sual. Deməli, bu bölməmiz molekulyar kinetik nəzəriyyənin bölmələrindən olan temperatur, orta kinetik enerji, orta kvadratik sürət, ideal qazın hal tənliyi bölməsindəndir. Ötən videomuzda B variantı testlərinə baxdıq. C variantı testlərimizlə də davam edirik. C variantı birinci sual. Sualımızda deyilir. İdeal qazın mütləq temperaturu 4 dəfə, konsentrasiyası 50% artarsa. Deməli, temperatur 4 dəfə artır. Konsentrasiya 50% artmaq 1,5 dəfə artmaq deməkdir. 1,5 dəfə artırsa, təzyiq necə dəyişir? P bərabərdir NKT düsturundan. N və T ilə təzyiq düz mütənasib asılıdır. Onda 4'ü də 1,5'e vururuq. 6 dəfə artar. Düzgün cavab C variantı. İkinci sual verilmiş kütləli ideal qazın mütləq temperaturu 2,8 dəfə artmışdı. Temperatur 2,8 dəfə artıbdı. Həcmi isə 2 dəfə azalıbdır. Həcm 2 dəfə azalıbdır. Qazın təzyiqi necə dəyişibdir? Qazın təzyiqi bildiyimiz kimi temperaturla düz, həcmlə tərs asılı olduğu üçün 2,8, həcm 2 dəfə azalanda bu kəsirin sürətinə qalxır 2, yəni 5,6 dəfə artmaq deməkdir. Düzgün cavab B variantı. Üçüncü sual. İdeal qazın həcmini 4 dəfə azaltdıqda, həcm 4 dəfə azaldıqda, molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisi 50% artarsa, mən bunu temperatur kimi yazıram. Çünki kinetik enerji necə? Temperaturda o cürdür. 50% artmaq 1,5 dəfə artmaq deməkdir. Qazın təzyiqi necə dəyişər? Təzyiq mütənasibdir T ilə düz, V ilə tərs. Buradan alaram ki, T 1,5 dəfə artırdım. Həcmi 4 dəfə azaldanda o da kəsirin sürətinə qalxır. Bu da elə 6 dəfə artmaq deməkdir. Düzgün cavab C variantı. Dördüncü sual. İdeal qazın temperaturunu 60% artırmaq, o 1,6 dəfə artırmaq deməkdir. Həcmini 60% azaltmaq isə V1 bərabərdir V-dirsə, V2 bərabərdir 0,4 V-dir. Yəni 0,4 V 2,5 dəfə azaltmaq deməkdir. 2,5 dəfə azaltmaq. Onun təzyiqi necə dəyişir? Yenə də təzyiqi tapmaq üçün temperaturla düz mütənasibdir. 2,5'e də bu şəkildə vuraram. Burada 1,6. 1,6 vurulsun 2,5. Deməli 1,6 vurulsun 2,5'i 5/2 yazsam. Elə bir bu eləyir 0,8 vur 5. Bu da 4. 4 dəfə artar. Düzgün cavab B variantı. Beşinci sual. Kilogram metr kvadratı bölünsün, mol vur saniyə kvadratı vur Kelvin hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Universal qaz sabitinin əsas vahidlərlə ifadəsidir. Bu düzgün cavab Y variantı. Altıncı sual. İdeal qazın temperaturunu 80% artırmaq 1,8 dəfə artırmaqdır. 1,8 dəfə artırıb həcmini 50% azaltmaq 2 dəfə azaltmaq deməkdir. Onun təzyiqi necə dəyişər? Yenə də 1,8 ilə düzdür. 2 dəfə həcmi azaldıramsa, deməli təzyiqi 2 dəfə də əlavə buradan artırıram. 3,6 dəfə artmaq deməkdir. Düzgün cavab 6-cı sualda A bəndi. 7-ci sual. Qablarda eyni növ qaz var. Kranı açdıqdan sonra qərarlaşmış təzyiq nə qədər olar? Qərarlaşmış təzyiqin belə bir düsturu var idi. P1 V1, P2 V2 bölünsün V1 plus V2. Bu düstura görə P1 V1 4PV plus 4PV bölünsün 5V. Yəni buradan 1,6P ala bilərik. 1,6P. Düzgün cavab 7-ci sualda B bəndi. 8-ci sual. N'in P'dən asıllıq qrafikinə əsasən P'nin T'dən asıllıq qrafikində biz qurmalıyıq. 1-2 prosesində baxıram ki, P sabitdir, konsentrasiya artır.
P sabitdir. Konsentrasiya artırsa, deməli həcm azalır. Həcm azalırsa, T də azalır. Yəni nəticədə mən T azalan P konstant qrafik axtarıram. P konstant, 1-2-də P konstant həm C-də var, həm D-də var. Amma T azalan C variantıdır. Düzgün cavab 8-ci sualda C variantı. 9-cu sual. AB hissəsinə baxıram, P-də, T-də düz mütənasib artır. Deməli, V konstantdır. V konstantdırsa, konsentrasiya da konstantdır. Konsentrasiya konstant AB hissəsində konstant olan qrafikimiz, deməli, A-da verilibdir, B-də verilib, C-də də, Y-də də verilib və T artan. Hər birində də T artır. İndi keçdik ikinci hissəyə. BC hissəsində T konstantdır. T konstant qrafiki, deməli, BC-də, ikinci hissədə, BC-də T konstant. T konstant, P artır. T konstant, P artır. Yaxşı, deyirəm ki, ikinci hissədə artıq T konstantdır. P artırsa, deməli, V azalır. V azalırsa, N də artır. Deməli, mən N artıb T konstant olana baxmalıyam. Ona görə A ola bilməz, N azalır. B ola bilər, N artır. BC hissəsində C də ola bilməz, Y də ola bilər, T konstantdır, N artır. Yaxşı, indi baxaq üçüncü hissəyə. CD hissəsinə baxıram. CD-də P konstantdır, T artır. T artırsa V də artır, V artırsa N azalmalıdır. Deməli, temperaturun artıb, N-in azalmağı, yəni biri-biri ilə tərs mütənasib asıllıq. Bu isə B variantında verilib. Deməli, 9-cu sualda düzgün cavab olmalıdır B bəndi. 10-cu sual. Konsentrasiyanın təzyiqdən asılı qrafikinə əsasən görürəm ki, 1-2 prosesi N artır. Buradan belə nəticəyə gəlirəm ki, V azalır. V azalır, P artır. Deməli, bu izotermik prosesdir, T konstant. 1-2 prosesində T konstant olan qrafikimiz B-də və C-də verilibdir. Hər birində də təzyiq artır. İndi 2-3 hissəsinə baxırıq. 2-3 hissəsində P konstantdır. Baxıram, B-də də konstantdır, C-də də. Ancaq konsentrasiya artır. Konsentrasiya artır. 2-3 hissəsində baxın, deməli V azalmalıdır. V azalırsa T də azalır. Ona görə 2-3 hissəsində T azalan qrafik C variantında verilib. 10-cu sualda düzgün cavab C bəndi. 11-ci sual. Sualda deyilir ki, verilmiş kütləli qaz əvvəlcə izoxor qızdırılır. İzoxor V konstant, deməli N də konstant, T artır. T artır. İzoxor, N konstant, T artan. 1-2 düz gəlir. Daha doğrusu A variantı düz gəlir, D variantı və Y variantı. Hər biri bu şərti ödəyir. İndi 2-3 hissəsinə baxaq. Sonra isə izotermik genişlənir deyir. Yəni T konstant, V artır. V artırsa N azalmalıdır. Deməli, T konstant olub, N azalan axtarıram ikinci hissədə. Baxıram, A, D, Y hansında T konstant A deyil. 2-3 hissəsində D və Y də konstantdır. Hansında N azalır, D də azalır. Düzgün cavab D variantı. 13-cü. 1-2 prosesində V və T azalır. Deməli, 1-2 prosesində təzyiq sabitdir, konstantdır. Amma bizdən N və T arasında asıllığı soruşur. Baxıram ki, 1-2 prosesində V azaldığı üçün N artmalıdır. Və gördüyüm kimi T azalır. N artıb T azalan qrafik tərs mütənasib asıllıq. N artıb T azalan A bəndə uyğun gəlir və Y bəndə uyğun gəlir. İndi 2-3 hissəsinə baxıram. 2-3 hissəsində V sabitdirsə, N də sabitdir. Deməli, A bəndidir, Y-də N dəyişir. 12-ci sualda düzgün cavab A bəndi. 13-cü sual. 1-2 hissəsində ρ artır. ρ artırsa V azalır və P artır. Deməli, bu izotermik prosesdir, T konstant.
Birikində izotermik olan bir C variantında var, bir Y variantında var. İndi 2-3 hissəsinə baxıram. Yox, bircə dəqiqə. Elə buradan da bilmək olar. Çünki C variantında P artır, Y variantında P azalır. Amma biz burada görürük ki, P artan olmalıdır. Yəni C variantıdır. Hətta ikinci hissəsinə baxmamış da birinci hissədən düzgün cavabı tapmaq olur. 14-cü sual. Sabit kütləli ideal qaz bir halından iki halına keçdikdə sıxlığı necə dəyişir? Sıxlıq mütənasibdir. Həcmlə tərs mütənasib asılıdır. Bir halında 0,5'dir. 2 halında 0,1'dir. Həcm 5 dəfə azaldığı üçün sıxlıq 5 dəfə artmalıdır. 14-də B variantı. 15. Qərarlaşmış təzyiq soruşur. Bayaq yazdığımız düstura əsasən yaza bilərəm. 5PV plus 6PV bölünsün V1 plus V2, bu da 8V. Yəni 11 bölünsün 8, düzgün cavab 15-ci sualda C variantı. 16-cı sual. Sabit kütləli ideal qaz üzərində aparılan proseslərdən hansı izotermik genişlənməyə uyğundur? İzotermik deyirsə, ya bu hissədir, 1-2, ya da 3-4'dür. Amma genişlənmə dediyi üçün genişlənəndə sıxlıq azalmalıdır. Ona görə 3-4 hissəsi uyğun gəlir. Düzgün cavab 16'da C variantı. Sıxlığın sabit qiymətində ideal qazın təzyiqinin orta kvadratik sürətdən asıllıq qrafiki verilmişdi. 2 nöqtəsinə uyğun təzyiqi hesablayın. Qrafikdən də görünür və bildiyimiz kimi orta kvadratik sürət, deməli təzyiq orta kvadratik sürətdən kvadratik asılıdır. Rho V kvadratı şəklində. Ona görə də biz burada görürük ki, sürət 2 dəfə artanda təzyiq 4 dəfə artmalıdır, olmalıdır 4P. Ona görə düzgün cavabımız 17-ci sualda B bəndi. 18. 18-ci sualda deyilir ki, içərisində 8/5 Pascal təzyiqdə ideal qaz olan balondan qazın 1/4 hissəsi kənara buraxılır. Temperatur sabit qalarsa təzyiqi hesablayın. Birinci halda P1 8/10⁵ Pascaldır. Birinci halda kütlə M idisə, ikinci halda 1/4 çıxarıldı, 4-dən 3'ü qaldı. 4'də 3 M qaldı. Onda qazın təzyiqi ikinci halda necə olar deyir. Biz bayaq da qeyd elədiyimiz kimi Mendeleyev-Klaperon tənliyi ilə bilirik ki, təzyiq kütlə ilə düz mütənasib asılıdır. Yəni buradan P2'ni tapsam, P1 M2 böl M1. M2'nin M1'ə nisbəti 4'də 3'dür. P1'i də yazanda 8/10⁵. Bu bizə 6/10⁵ Pascalı verir. Yəni düzgün cavab B variantı. 19-cu sual. Verilmiş kütləli ideal qazın təzyiqini 4 dəfə artırıb. P2 bərabərdir 4P. Həcmini 9 dəfə azaltdıqda V1 V'dir, V2 bərabərdir V böl 9. Qaz atomlarının orta kvadratik sürəti necə dəyişər? Orta kvadratik sürət PV ilə düz mütənasibdir. Buna görə birinci halda PV-dirsə, ikinci halda 4PV böl 9, yəni 2 böl 3 olur ikinci halda. Bu o deməkdir ki, 1/5 dəfə azalır. Düzgün cavab A variantı. 20-ci sual. Verilmiş kütləli ideal qaz üzərində gedən qapalı proses göstərilmişdir. Verilən nöqtələrdə qaz molekullarının orta kvadratik sürətləri arasında hansı münasibət var? Bayaq da qeyd elədik, orta kvadratik sürət kök 6 PV ilə düz mütənasibdir. Yəni, hər ikisinin böyük qiymətində ən böyük qiymətini alır. Deməli, V2, bir də V3. Baxın, V3. Bu, parabolanın üzəridir. Parabolanın üzəri o demək, daha doğrusu hiperbolanın. O nə deməkdir? Hiperbolanın üzərində bütün nöqtələrdə T konstantdır. Deməli, T konstantdırsa, elə V2 V3'ə bərabərdir. Amma ən kiçiyi bir nöqtəsidir. Çünki birdə həm P kiçikdir, həm V kiçikdir. Ona görə bu şəkildə düzgün cavab 20-ci sualda B variantı. 21-ci sual. Verilmiş qrafikə əsasən molyar kütlələrin
arasında hansı asıllıq var? Deməli, bizdə orta kvadratik sürətimiz 3 RT böl böyük M-dir. Mən buradan böyük M-i tapsam, 3 RT bölünsün V kvadrata alaram. Bu o deməkdir ki, temperaturun sabit qiymətində baxsam, bu şəkildə, temperaturun sabit qiymətində belə baxsam, onda orta kvadratik sürət böyük olan yerdə molyar kütlə kiçikdir. Yəni ən böyük belə deyək, orta kvadratik sürət, baxın, M3-də olduğu üçün 3-də. Ən kiçiyi də M3-dür. Ən kiçiyi M3-dür. Ona görə A variantı, ən böyüyü də M1-dir. Düzgün cavab A bəndi. 22-ci sual. Sualda deyilir, sabit temperaturlu ideal qazın, bircə dəqiqə, sabit temperaturlu ideal qazın 80% balondan çıxarılsa təzyiq necə dəyişər? 80% çıxarılırsa, M1 bərabərdir M-dir, M2 bərabərdir 0,2 M-dir. Yəni, kütlə 5 dəfə azaldığına görə təzyiq də 5 dəfə azalır. Düzgün cavab D variantı. 23-cü sual. Porşeni 0,5 D qədər sağa sürüşdürdükdə 0,5 D qədər sağa sürüşdürülərsə 0,5 D. Bu o deməkdir ki, sonraki halda 1,5 D olur. Deyir ki, verilmiş kütləli ideal qazın sıxılığı necə dəyişər? Mən baxıram ki, birinci halda V1, bu en kəsik sahəsi dəyişmir. S vur D-dirsə, ikinci halda 1,5 S vur D olur. Həcm 1,5 dəfə artdığı üçün sıxlıq 1,5 dəfə azalmalıdır. Düzgün cavab 23-cü sualda A variantı. 24-cü sual. Verilmiş kütləli ideal qazın konsentrasiyasının mütləq temperaturdan asıllıq qrafiki verilmişdir. 1-2, 2-3 proseslərində qaz. Əvvəlcə deyir, deməli 1-2 prosesində olmalıdır ki, görürəm ki, N azalırsa V artır, T də artır. Deməli, izobar prosesdir. Əvvəlcə izobar sözü görürəm buradadır. İzobar, qızır, bəli. İkisi də uyğun gəlir. Daha sonra 2-3-ə baxaq burada. İzotermik, indi konsentrasiya artırsa həcm azalır ikinci hissədə. Deməli, sıxılır olmalıdır. Ona görə 24-cü sualda Y variantı. 25. 1-2, 2-3 prosesi. 1-2 sıxlıq sabit olduğu üçün 1-2-də həcm də sabitdir. Yəni, proses izoxordur. İzoxor olan C-də, D-də, Y-də verib, izoxor qızır. Sonra görürəm ki, sıxlıq artır, yəni həcm də azalır, temperatur da azalırsa, artıq bu izobar prosesdir. İzobar həcm azalırsa, sıxılma deməliyik, yəni Y variantı. 26-cı sual. Qızdırıcı cihazı qoşduqdan sonra otağın temperaturu 21 dərəcə Selsidən 27 dərəcə Selsiyə kimi yüksəlir. Otaqdakı molekulların sayı neçə faiz azalar? Biz onda belə yaza bilərik. Birinci halda T1 bərabərdir. 21 dərəcə Selsini 273 plus 20, 21. Bu eləyər 294. İkinci halda 27 dərəcə Selsi 300 Kelvin deməkdir. PV bərabərdir nö RT-dir. Növünü belə yazıram. N bölünsün NA RT. Yəni, buradan N-i tapsam, PV NA bölünsün RT-dir. Yəni, N ilə T tərs asılıdır. Yəni, N2 böl N1, T1 böl T2-dir. T1-i T2-yə bölsəm 294-ü 300-ə, bu eləyir 0,98. 0,98 qalırsa bu nə deməkdir? Yəni 100%-dən elə bir 98% qalır. 2% azalıb demək. Say 2% azalıb. Düzgün cavab 26-cı sualda olmalıdır. A variantı. 27-ci suala baxaq. 27-ci sual. Sualda deyilir, 1 və 2 qrafikləri hansı prosesə uyğundur? 1 qrafikində görürük sıxlıq sabit olduğu üçün, deməli izoxor olanlara baxırıq, izoxor soyma.
İki qrafiki izotermik artıq sıxlıq artırsa həcm azalır. Yəni izotermik sıxılma. Düzgün cavab C variantı. 28-ci sual. İki qab kranlı nazik boru vasitəsilə birləşdirilib kranların birində qaz var. Digəri boşdur. Kranı açdıqda qərarlaşmış qazın təzyiqi nə qədər olar? Qərarlaşmış təzyiqə görə biz yaza bilərik ki, P bərabərdir. Deyək, ümumi hündürlük H-dır. Yəni, burada 4V həcmdə varsa, ümumiyyətlə qazın həcmi, bura V həcmdir. Onda yaza bilərəm, P1V1, yəni 160 vurulsun 4, 640 V plus 0, çünki burada qazın təzyiqi P bərabərdir 0-dır. Bölünsün V1 plus V2 5V-yə. Buradan da alarıq 640 bölünsün 5, 128. Düzgün cavab A variantı. Növbəti bölməmiz qaz qanunları. Boyle-Mariotte qanunu hansıdır? Boyle-Mariotte T-nin sabit olduğu qanundur. P1 V1 bərabərdir P2 V2. Düzgün cavab A variantı. İkinci sual. Gay-Lussac qanunu P-nin sabit olduğu qanundur. Düzgün cavab B bəndi. Üçüncü, ideal qaz üçün Şarl qanunu. Şarl qanununda V konstantdır. Düzgün cavab Y bəndi. Dördüncü sual. Sabit temperaturda termodinamik sistemin halının dəyişməsi prosesi necə adlanır? İzotermik prosesi adlanır sabit temperatur. Beşinci, hansı prosesdə ideal qazın temperaturu artır? İzobar genişlənmədə artır, çünki həcm artanda temperaturda artır. Altıncı sual. Hansı prosesdə verilmiş kütləli ideal qazın təzyiqi artır? Təzyiq artan izobar proseslərdə ümumiyyətlə təzyiq dəyişmir. İzotermik prosesdə, deməli izotermik sıxılma, bəli, burada həcm azaldığı üçün burada təzyiq artır. Amma genişlənəndə azalır, soyumada azalır. Ona görə düzgün cavab 6-da B bəndidir. 7. İzotermik sıxılarsa nə baş verər? İzotermik T konstantdır. V azalırsa, izotermik sıxılarsa P artmalıdır. Təzyiq artar. Düzgün cavab A variantı. 8. İzobar sıxılma zamanı verilmiş kütləli ideal qazın həcmi 2 dəfə azalarsa temperatur necə dəyişər? İzobar prosesdə həcmlə temperatur düz mütənasibdir. O da 2 dəfə azalar. Düzgün cavab A bəndi. 9-cu sual. Mütləq temperatur, deməli, izobar prosesdə temperatur 5 dəfə artarsa həcm o da 5 dəfə artar. Qeyd eləyək ki, bu Gay-Lussac qanunudur. 9-cu sual A variantı. İzotermik genişlənmə hansıdır? İzotermik deyiriksə T konstant olmalıdır. Bu C-də də var, D-də də var. Amma genişlənmə deyirsə həcm artmalıdır get-gedə. Ona görə düzgün cavab C variantı 10-cu sualda. 11. İzotermik hansı proses izotermikdir? Termik deyiriksə T konstantdır. Baxın, burada T konstantdır. Düzgün cavab A variantı. İzoxor proses hansıdır? Xordursa, deməli, həcm sabitdir. Düzgün cavab C variantı. 13-cü sual. Bizdən soruşulur ki, izobar prosesə hansı uyğundur? İzobar prosesə, baxın, bir uyğundur izobar prosesə. Nəyə görə? Çünki N ilə T tərs asılıdırsa, deməli T artır, V azalır. Ya da daha doğrusu T azalır, V azalırsa, ya da T də artır, V də artırsa, onda N ilə T bir-birindən tərs mütənasib olur. Bu izobar prosesdir. Və ikinci, V ilə T nə vaxt düz mütənasib olur? P konstant olanda. Ona görə düzgün cavab 1 və 2, yəni A variantı. 13-cü sualda. Burada üçüncü də var. Burada üçüncü variant da uyğun gəlir. Çünki rho ilə T də tərs mütənasib eyni konsentrasiya kimi rho da tərs asılı olanda bu da izobar prosesi uyğundur. Yəni C variantı. 14-cü sual. Sualda deyilir, sabit kütləli ideal qaz üçün izobar proses. İzobar prosesdə bayaq qeyd elədik ki, P konstant olmalıdır.
Düzgün cavab B variantı. 15. Qrafikə əsasən biz təzyiqləri müqayisə etməliyik. Bildiyimiz kimi təzyiq mütənasibdir. T ilə düz, V ilə tərsdir. Yəni mən əgər T-nin sabit qiymətinə baxıramsa, onda V çox olan yerdə təzyiq kiçik olur. V harda çoxdur? 1-də. Deməli, ən kiçik təzyiq 1-dədir, ən böyük təzyiq 3-dədir. P2-də aralıq. Belə variant hansında verilibdir? Belə variant B bəndində. 15-ci sualda düzgün cavab olmalıdır B variantı. 16-cı sual. Hansı ifadələr doğrudur? İzobar qızdırılarsa, deməli P konstantdır. Qızdırılırsa T artır. Onda qazın sıxlığı deyir artır. Mən burada bilirəm ki, V də artır. Onda rho azalmalıdır. Bu səhvdir. Qazın sıxlığı azalar, düzdür. Sıxlıq dəyişməz, səhvdir. Həcm artar, düzdür. Deməli, düzgün cavab 2 və 4 olmalıdır 16-cı sualda. 17. Bir atomlu ideal qazın sabit temperaturda həcmini azaltsaq, T konstant. Sabit temperaturda həcmini azaldıram. Həcmi azaldıramsa, deməli təzyiq artmalıdır. Konsentrasiya isə həcm azalanda konsentrasiya artır. Konsentrasiya artar, düzdür. Qazın təzyiqi artar, düzdür. Düzgün cavab 1 və 6. 18-ci. İzotermik prosesə uyğun deyil qrafiklər hansılardır? İzotermik, baxın, T konstant 2-dir. P ilə N nə vaxt düz mütənasib olur? P bərabərdir N, K, T-yə görə T konstant olanda 4-də düzdür. P ilə V nə vaxt tərs olur? T konstant olanda. Burada da T konstantdır. Ona görə 5-də. Düzgün cavab 18-ci sualda 2, 4, 5 olmalıdır. B variantı 1-ci sual. Qapalı qabda olan ideal qazın temperaturunu 1.5 dəfə artırdılar. Təzyiq necə dəyişir? 1.3 dəfə. 1.3 dəfə artanda temperatur təzyiq də 1.3 dəfə artır. O deməkdir ki, 30% artır. Düzgün cavab A bəndi. İkinci sual. Qazın temperaturu 600 Kelvindir. Bu qazı soyutduqda molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisi 2 dəfə azaldı. Bu deməkdir ki, temperatur da 2 dəfə azalmalıdır. Yəni 300 Kelvin olmalıdır. Qazın temperaturu nə qədər oldu? 300 Kelvin 27 dərəcə Selsi deməkdir. Düzgün cavab B variantı. Üçüncü sual. Temperatur 2% artanda təzyiq necə dəyişir? 200% artmaq 3 dəfə artmaqdır. Ona görə təzyiq də 3 dəfə artır. Düzgün cavab A bəndi. Dördüncü sual. Sabit təzyiqdə olan 47 dərəcə Selsidə ideal qazın həcmi 4 litrdir. 87 dərəcəyə qədər qızdırsaq, onun həcmi necə dəyişər? Mən baxıram ki, T1 bərabərdir 273 plus 47. Bu elədir 0,1 yadda 11, 12, 1 yadda 320 Kelvin. Birinci halda 320 Kelvindir, ikinci halda 87 dərəcə. İndi 273-ün üstünə 87 gələk. 0, 1 yadda, 7 üstünə 8, 15, 1 yadda 16, 1 yadda 360. V birinci halda 4 litrdir. Bizə V2-ni soruşur. Necə dəyişər? V2-ni tapaq əvvəlcə. Yaza bilərik ki, T1 böl T2 bərabərdir V1 böl V2. Yəni, V2 bərabərdir V1 T2 bölünsün T1. O da bərabərdir. Hesablamamızı buradan aparaq. V1-in yerinə yazıram 4, T2-nin yerinə 360, bölünsün 320. 320-ni 4-ə böldüm, 80 elədi. 360-ı da 80-ə böldüm. Deməli, bu da eləyir 4,5. 4,5. Deməli, əvvəlcə 4 idi, sonra 4,5 oldusa, deməli 0,5 litr artdı. Düzgün cavab 4-cü sualda A bəndi. 5-ci sual. Sualda deyilir sabit həcmdə mütləq temperatur 50% artarsa, 50% artmaq 1,5 dəfə artmaqdır. Təzyiq də onun təzyiqi necə dəyişər? Sabit həcmdə, yox, azaldıqda deyir. 50% azaltmaq 2 dəfə azalmaq deməkdir. Onda təbii ki, təzyiq də 2 dəfə azalar. Düzgün cavab D variantı. 6-cı sual.
Verilmiş kütləli ideal qazın təzyiqi 100 kilopaskaldan 200 kilopaskala qədər artdı. Yəni təzyiq 2 dəfə artdı. Onda həcm necə dəyişər? 2 dəfə azalar. 2 dəfə azalmaq 50% azalmaq deməkdir. Düzgün cavab 6-cı sualda B bəndi. 7. Həcm 50% azaldıqda, yəni həcm 2 dəfə azaldıqda təzyiq necə dəyişər? 2 dəfə artar. 2 dəfə artmaq 100% artmaqdır. Düzgün cavab D variantı. 8-ci sual. Bağlı qabdakı qazın temperaturu 200 Kelvin artanda T1 bərabərdir T, T2 bərabərdir T plus 200 Kelvin. Onun təzyiqi 50% artdı. Yəni P1 bərabərdir P, P2 bərabərdir. 50% artmaq 1/5 P olmaq deməkdir. Bizdən T-ni soruşur, ilk temperaturu. Yəni yazıram T böl T plus 200, yəni T1 böl T2 bərabər P1 böl P2, 1 böl 1/5. 1 böl 1/5'i 2 böl 3 də yaza bilərəm. Buradan alıram ki 2T plus 400 bərabərdir 3T, yəni T bərabərdir 400 Kelvin. 400 Kelvin nə deməkdir? 127 dərəcə Selsi deməkdir. Düzgün cavab B variantı. 9-cu sual. 77 dərəcə Selsi temperaturda qabdakı qazın təzyiqi 50-dir. Qabdakı qazın yarısını buraxdıqda temperatur 7 dərəcə Selsiyə kimi azaldıqda onun təzyiqi nə qədər olar? Deməli, birinci halda temperatur 273 plus 77. 0 1 yadda, 14 1 yadda, 15 350. Əvvəlcə 350 Kelvindir. P1 də 50 kilopaskaldır. İkinci halda T2 bərabərdir. 7 dərəcə Selsiyə kimi azalmaq o deməkdir ki 280 Kelvin elədir. İkinci halda onun deməli kütlə də dəyişir. M1 bərabərdir 2M-dirsə, qabdakı qazın yarısı buraxılmışdırsa M2 bərabərdir M oldu. İndi deyir ki təzyiq P2 necə dəyişər? Diqqət eləsək, PV bərabərdir nü RT-dir. Yəni, bağlı qabdır, V dəyişmir. Mən birinci halda qazın təzyiqi nə qədər olar deyir. Nə qədər dəyişdiyinə baxaq da biz. Yazıram. Bircə dəqiqə, buradan belə yazaq. PV bərabərdir nü RT-dir. Yəni, birinci halda 50V bərabərdir 2 yazaq bunu 2M-i elə 2 nü kimi götürək, M-i də nü götürək. Yəni 2 nü R vurulsun 350. Buradan yaza bilərik 350 ilə 50 ixtisar gedər, qalar 7. Bu deməkdir ki 7-ni də 2, 14, V bərabərdir 14 nü R-ə. Bu bizim əvəzləməmiz olsun. İndi bu əvəzləməni gəlib ikinci halda tətbiq eləyəcəyik. İndi yazıram. İkinci halda bilmirəm P2V bərabərdir nü R vurulsun T-nin yerinə yazırıq 280. 280. Nü R bölünsün V ifadəsinə, nü R bölünsün V-yə nə yazırıq? 14-də 1. Yəni yazıram P2 bərabərdir 280 bölünsün 14. Bu da elədi 20. Nə qədər oldu? 20 kilopaskal. Düzgün cavab B variantı. 20-ci sual. Daha doğrusu 10-cu sual. Eğilir Venn diaqramında uyğun variantları izobar genişlənmə bizdən soruşur və izobar sıxılma üçün. İzobar ikisində də P konstantdır. Burada həcm artır, burada həcm azalır. Qazın sıxlığı artır. Hansında sıxlıq artan həcm azalandadır. Yəni Z-ə qoyuram. Qazın sıxlığı azalanı X-a qoyuram. Təzyiq dəyişmir, ortaq cəhətdir. Orta kinetik enerjisi artır. Orta kinetik enerji temperatur artanda artır. Baxın, burada temperatur artır. Ona görə 4-ü də qoyuram X-a. 2, 4, X-a, 3 və 1. Düzgün cavab 10-cu sualda B variantı. 11-ci sual.
11-ci sualda izobar. Burada qızmadır, T artır. Burada soyumadır, T azalır. Qazın, deməli T artırsa V də artır, ρ azalır. T azalırsa V də azalır. Burada da ρ artır. Sıxlıq artır Z-ə, sıxlıq azalır X-a. Qaz müsbət iş görür. Qaz nə vaxt müsbət iş görür? Qaz genişlənəndə. Ona görə izobar qızanda artır. 3-ə qoyuram. Qazın təzyiqi dəyişmir. Bu ortaq cəhətdir. Çünki izobar prosesdir. Daxili enerji azalır. Daxili enerji temperatur azalanda azalır. Yəni 5-ə qoyuram. Düzgün cavab 2, 3, 4 və 1, 5. Düzgün cavab 11-ci sualda B variantı. 12-ci sual. Aşağıdakı qrafiklərdən hansı qazın təzyiqinin mütləq temperaturdan asıllığını düzgün əks etdirir? Qaz izoxor qızırsa, izoxordursa həcm sabit olanda PT-dən düz mütənasib hər ikisi artmalıdır. Düzgün cavab B variantı. 13-cü sual. İzoxor qızma deyir. İzoxordursa V konstant olmalıdır. Qızma dediyi üçün P-də artmalıdır. Düzgün cavab C variantı. 14-cü sual. İzoxor qızma. İzoxordursa ρ sabitdir, A və B də sabitdir. Qızma dediyi üçün təzyiq də artır. Düzgün cavab B bəndi. 15-ci sualdan baxırıq ki, P V ilə tərs asıldı. Bu nə zaman olur? İzotermik prosesdə olur. T konstant, V artan qrafik A variantında verilib. Düzgün cavab A bəndi. 16-cı sual. Burada baxırıq ki, V konstantdır. Burada. V konstant C-də verilib, Y-də verilib. P artırsa T də artmalıdır. Düzgün cavab C variantı. 17-ci sual. Deməli, görürük ki, T konstantdır. Baxın, onda Y kinetik də konstantdır. Y kinetik konstantdır. V azaldığı üçün təzyiq artmalıdır. Ona görə düzgün cavab B bəndi. 18-ci sual. İzobar qızma. İzobar deyirsə 1,6-dır. Qızmadır. Həqiqətən də o da uyğun gəlir. Düzgün cavab A bəndi. 19-cu sual. İzotermik sıxılma. Termik 1,2 və 1,5-dir. Sıxılma dediyi üçün təzyiq artmalıdır. Yəni 1,2. 19-da B variantı. 20-ci sual. İzoxor soyuma. İzoxor deyirsə, deməli P ilə T düz mütənasibdir. Ya 1,5-dir, ya 1,2-dir. Soyuma dediyi üçün temperatur azalmalıdır. 1,5 olmalıdır. Düzgün cavab D variantı. 21-ci sual. Diaqramın hansı hissəsi izotermik genişlənməyə? Termik deyirsə ya 1,3-dür, ya 1,6-dır. Genişlənmə dediyi üçün genişlənəndə təzyiq azalır. Yəni 1,6. Düzgün cavab E variantı. 22-ci sual. Hansı prosesin adı deyir, düzgün verilməyibdir. Burada baxın. Bura baxaq, deməli 1,2 yazıb izobar sıxılma. Bu düz veribdir. 1,3 izotermik sıxılma düzdür. 1,4 izoxor qızma düzdür. 1,5 izobar genişlənmə. Bəli, bu da düzdür. Amma 1,6-nı səhv verib. İzoxor soyuma yazıbdır 1,6-ya. Amma 1,6 belə deyil. Bu proses deyil 1,6. Heç bir izoproses deyil bu. 23-ə baxırıq. 23-də deyir ki, hansı hissə izotermik genişlənmə yoxundur. Termik 1,6 ya da 1,4-dür. Genişlənmə deyirsə sıxlıq azalmalıdır. Ona görə 1,4 düzgün cavab C variantı 23-də. 24. Hansı hissəsi verilmiş kütləli ideal qazın izotermik sıxılma? İzotermik deyəndə P ilə V tərs asılı olmalıdır. Ya 1,3-dür, ya 1,5-dir. Amma bizə sıxılma dediyi üçün həcm azalmalıdır. Yəni 1,3. 24-də B variantı. 25. Temperaturlar arasında hansı əlaqə var? P V-dən tərs asılıdırsa, hiperboladırsa, deməli hər yerdə temperatur eynidir. Bu yalnız izotermik prosesdə mümkündür. Yəni 25-ci sualda düzgün cavab C variantı. 26. Qrafikin bir nöqtəsinə uyğun gələn mütləq temperatur 200 Kelvindirsə, 2 uyğun gələn nədir? Mən görürəm ki, 1-2 prosesi izoxor prosesdir və qızma prosesidir.
Təzyiq 3 dəfə artırsa, temperatur da 3 dəfə artıb 600 olmalıdır. Düzgün cavab A bəndi. 27-ci sual. 27-ci sualda deyilir ki, VT qrafikindən istifadə edərək P2 bölünsün P1-i tapın. Baxın, P nə ilə mütənasibdir? T böl V ilə. T böl V o deməkdir ki, T böl V bucağa bitişik katetin qarşı katetə nisbəti, yəni kotangens alfa. Bu 1 bölünsün tangens alfa deməkdir. Onda mən P2 böl P1-i tangens alfa 1 böl tangens alfa 2 yazaram. Tangens alfa 1, yəni P1-in dərəcəsi bu 60 dərəcədir. Tangens 60 dərəcədə kök altında 3. Digəri kök altında 3 böl 3, yəni düzgün cavab B variantı. 28-ci sual. Mütləq temperaturdan asılılıq diaqramına əsasən biz bir-bir baxmalıyıq ki, hansı nəyə uyğundur? Qaz izoxor qızır. Hansı izoxor prosesdir? AC hissəsi, yəni bura qoyuram A-nı. Qaz izotermik sıxılır. Termik AB-dir. Həqiqətən də həcm artırsa, deməli V azalır, sıxılır. B-ni qoyuruq AB-yə. C-də qaz izobar genişlənir. İzobar AD-dir, həqiqətən də genişlənir. C-ni AD-yə qoyuram. Qazın sıxlığı dəyişmir. Sıxlığı o vaxt dəyişmir ki, həcm sabit olsun. Bu isə AC hissəsindədir. Yəni D-ni də AC-yə qoyuram. Qaz izotermik genişlənir. Burada izotermik genişlənmə yoxdur. Düzgün cavab bu şəkildə 28-də B, AD və C-dir. 29. A variantı qazın həcmi necə dəyişir? Həcm gördüyümüz kimi azalır. Qazın təzyiqi gördüyümüz kimi artır. Qazın temperaturu sabit qalır, dəyişmir temperatur. Molekulların konsentrasiyası, həcm azalanda konsentrasiya artır. D-ni artara qoyuram. Orta kvadratik sürət. Bu temperatur kimidir, dəyişmir. Yəni Y-yə qoyuram. Düzgün cavab bu şəkildə. 30-cu sual. Başlanğıc temperaturu T1 bərabərdir. 27 dərəcə 300 kelvindir. Təzyiqi 200 kilopaskal olan ideal qaz izoxor olaraq hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun son təzyiqi P2 300 kilopaskal olsun. Baxıram ki, təzyiq 1.5 dəfə artıbsa, temperatur da 1.5 dəfə artmalıdır. Yəni 300-ü 1.5-ə vurmalıyam. Bu isə 450 deməkdir. Düzgün cavab 30-da 450. 31. Burada bizdən nə soruşur? Sabit həcmli ideal qazın, deməli həm həcm konstantdır, həm qrafikdən görürəm ki, T konstantdır. K-dan elə keçəndə deyir, MK böl ML nisbəti necə dəyişər? MK böl ML nisbəti təzyiqlə tərs mütənasib, daha doğrusu düz mütənasib. PK böl PL yazaram. Bunu PV bərabərdir nü RT-dən yazırıq, qeyd eləyək ki, P ilə nü, yəni M düz asılıdır. Yəni PK P0 böl 2 P0 1 böl 2. 2-də 1 düzgün cavab 0,5. 31-ci sualda. Növbəti testimiz C variantı. C variantı 1-ci sual. Hündürlüyü 30 cm olan silindrə 27 dərəcə Celsius temperaturda qaz var. Qazı 20 Kelvin qızdırdıqda, yəni T1 300-dür, T2 320-dir. Porşen nə qədər yerini dəyişər? Porşen nə qədər yerini dəyişər? Bu o deməkdir ki, T1 bölünsün T2, T2. V1 böl V2'dir. Mən buradan V2'ni tapsam. T2 V1 böl T1. Yəni T2 nədir? 320. V1 nədir? Hal-hazırda 30 cm yazaq bura. T1 nədir? 300. 300-dən 30, 10, 32 eləyir. Yəni 30 cm idi, sonra 32 qaldı. Deməli 2 cm yerini dəyişir. Düzgün cavab A bəndi. İkinci sual. Qazın temperaturunu 50% artırmaq 1.5 dəfə artırdıqda, həcmini 50% azaltdıqda, yəni 2 dəfə azaltdıqda, təzyiq deyir necə dəyişər? Təzyiq T ilə düz, V ilə tərsdir.
Ona görə də bu 3 dəfə artmaq deməkdir. 3 dəfə artmaq 200% artmaq. Düzgün cavab B bəndi. Üçüncü sual. Qazın temperaturu 300 Kelvin artdı, təzyiq 1,5 dəfə artdı. Yəni T1 bərabərdir T'dir, T2 bərabərdir T plus 300'dür. Onda deyir ki, P1 bərabərdir P, P2 bərabərdir 1,5 P'dirsə, başlanğıc temperatur nə qədərdir? Şarl qanununa görə T bölünsün T plus 300 düz mütənasibdir. 1 böl 1,5'i yazıram 2 böl 3. Buradan alıram ki 2T plus 600 bərabərdir 3T'yə. Yəni başlanğıc temperatur elə 600 Kelvindir. Düzgün cavab 3-cü sualda A variantı. Dördüncü sual. Dördüncü sualda deyilir ki, ideal qaz əvvəlcə izotermik genişlənir. İzotermik genişlənmə hardadır? C-dədir, D-dədir. Sonra izoxor qızır. İzoxor qızma C-dədir. Düzgün cavab 4-cü sualda C variantı. 5-ci sualda PV-dən asıllığına PT-dən bu cür asılıdırsa deyir. PV-dən necə asılıdır? Onda biz bu qrafiki belə yaza bilərik. T, daha doğrusu P mütənasibdir kök 6T. Bu o deməkdir ki, T də mütənasibdir P-nin kvadratı ilə. Bu qrafik onu göstərir. Onda mən P bərabərdir T böl V düsturunda. Bunu nəzərə alsam yazaram P bərabərdir. Ya da mütənasibdir yazmaq daha düzgün olar. P kvadratı böl V. Onda buradan alıram ki P düz mütənasibdir V ilə. Yəni düzgün cavab D variantı. Növbəti sualımız 6-cı sual. 6-cı sualda bu qrafika uyğun bizdən VT qrafikini soruşur. Gördüyümüz kimi, baxın 1-2 prosesində PV hər ikisi, daha doğrusu P azalır, V artır. Bu izotermik prosesdir və həcm get-gedə deməli artmalıdır. Baxın A variantı düz gəlir, artır. Daha sonra həcm sabitdir, 2-3'də temperatur azalır və eyni qaydada 6-cı sual A variantı. 7-ci sual. Baxırıq, 1-2 prosesi PT ilə nə vaxt düz mütənasib olur? İzoxor prosesdə. İzoxor B-də, C-də, D-də verilibdir 1-2. Amma bir məsələ var. 1-2-də temperatur artır. Temperatur artan, bəli, hamısında temperatur artır. 2-3'ə baxsaq, 2-3'də təzyiq sabitdir. Onda VT ilə düz mütənasibdir. Və temperatur azalırsa hər ikisi azalır. Düzgün cavab C variantı. 8-ci sual. Sualda deyilir, A nöqtəsində temperatur 50 Kelvindir. A-da. B nöqtəsində qazın temperaturunu hesablayın. Biz baxırıq ki, temperatur mütənasibdir PV hasili ilə. Yəni 50 Kelvində hər ikisi 1-ə bərabərdir. 1 kilopaskal və bu 50 Kelvindir. İndi B nöqtəsində necədir? 9 dəfə artdı. 9 dəfə artanda temperaturda 9, hasil 9 dəfə artdığı üçün 9 dəfə artır və düzgün cavab C variantı 450 Kelvin. 9-cu sual. 9-cu suala baxsaq, deməli burada PV-yə əsasən PT-ni 1-2 prosesində izotermik prosesdir. Baxın, A variantı uyğun gəlir. 2-3 izobar prosesdir. 3-4 isə izoxor prosesdir. Düzgün cavab A bəndi. 10-cu sual. Sualda deyilir, bir halından 2 halına keçdikdə temperatur necə dəyişər? Yenə də temperatur mütənasibdir. PV hasili ilə düz. Birinci halda PV hasili 60'dır, ikinci halda yenə 60'dır. Yəni dəyişməyibdir. Düzgün cavab C variantı. 11-ci sual bizdən təzyiqləri müqayisə eləməyimizi istəyir. Təzyiq mütənasibdir. T ilə düz, V ilə tərs asılıdır. Ona görə mən baxıram ki, 1 və 2 eyni təzyiqli qrafikin üzəridir. 3 və 4 də eyni təzyiqdir. P1 P2'yə bərabərdir. Amma 3 və 4'də temperatur daha böyük olduğu üçün təzyiq daha böyükdür. Düzgün cavab D variantı. 12-ci sual. Sualda deyilir, həcm dəyişməsi hansı prosesdə ən böyükdür? Baxın,
Bu 1, 3, 5-də həcm eynidir. 2, 4, 6-da da özünə görə eynidir. Bütün hissələrdə həcm dəyişməsi eynidir. 12-ci sual Y variantı. 13-cü sual. 13-cü sualda verilmiş qrafika əsasən bizdən həcmləri müqayisə etməyi soruşur. Yenə də 1-2 prosesi 1-2 baxın mərkəzdən keçən düz xəttin üstüdür eynidir. V1 V2-yə bərabərdir. 3 və 4-ü müqayisə eləsək, 4-də həcm daha böyükdür. Çünki bu hissədə, baxın, axı həcm T ilə düz, P ilə tərs asılıdır. Ona görə də 4 böyükdür 3-dən. Ən böyük həcm 4-dədir. Düzgün cavab D variantı. 14-cü sual. İzotermik genişlənmə zamanı T konstant, həcm artır. Deyir ki, verilmiş kütləvi ideal qazın həcmi 4 kubmetr artmışdır. Bunu belə yazam ən yaxşısı. V1 bərabərdir V-dir, V2 bərabərdir V plus 4-dür. Təzyiq P1 bərabərdir P-dir, P2 bərabər 80% azalmaq 0,2 P-dir. Yəni 5 dəfə azalıb. Başlanğıc həcm nə qədərdir? Yazıram V bölünsün V plus 4, P2 böl P1, yəni 0,2. Buradan alıram ki 0,2 V plus 0,8 bərabərdir V-yə, yəni 0,8 V bərabərdir 0,8-ə, V bərabərdir 1-ə. Ona görə 14-cü sualda düzgün cavab 1.